Salam əziz namizədlər, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə birlikdə 18 fevral 2024-cü il tarixində dövlət qulluğu BB kateqoriyası üzrə düşən informatika suallarının izahına birgə baxacağıq. Vaxt itirmədən başlayaq birinci sualdan. Deməli, informasiya texnologiyalarına aid test tapşırıqları. Başlayaq birinci sualdan. 56-cı sualda deyir ki, Shift Alt yuxarı klaviatura kombinasiyasının funksiyası nədir? Deməli, Word-ün qısa yollar PDF-inə daxil olsaq, baxın burada ən sonda qeyd olunub ki, Shift Alt yuxarı neyniyir? Seçilmiş abzası bir mövqe yuxarı yerini dəyişir. Ümumiyyətlə Shift varsa, biz bilirik ki, Shift neyniyir? Seçilmiş deməkdir. Nə isə seçmək üçündür və Shift Alt yuxarıda seçilmiş abzası bir mövqe yuxarı yerini dəyişdirir. Bu da baxaq görək hansı varianta uyğundur. A variantı seçilmiş abzası bir abzas yuxarıya aparmaq. Daha sonra keçək 57-ci suala. Deyir uyğunluğu müəyyən edin. Sistem proqram təminatı, tətbiqi proqram təminatı və instrumental proqram təminatına uyğun gələnlər. Deməli, A-da deyir ki, kompüterdə informasiya emalı prosesini təşkil edən və kompüterin ümumi işini idarə edən. Demişdim, əgər cümlədə idarə etmək sözü varsa, bu sistemdir. 1-ə uyğun gəlir A. 1-ə A-nı tapan kimi C, Y və B variantları getdi. Sonra B-yə baxaq. B-də deyir ki, informasiya sistemlərinin yaradılmasında iştirak edən proqramlar. Demişdim adında hazırlamaq, yaratmaq sözü varsa bu instrumentaldır. 3-ə uyğun gəlir B, 3-ə də uyğun gəlir B. Aha, A variantı getdi. Qaldı bir dənə doğru cavabım D variantı. Sonra C-yə baxaq. Deyir, müəyyən sinifə aid məsələlərin həlli üçün. Demişdik, cümlədə məsələ, tapşırıq sözü varsa, bu tətbiqi proqramlarını açar sözüdür. 2-yə C. D-də deyir, istifadəçiyə aid olan məsələlərin həlli, yenə məsələ sözü varsa, bu tətbiqidir. 1-ə A, 2-yə C, D, 3-ə B, doğru cavab D variantı. 58-ci sual. Hansı termin istifadəçinin sistemə daxil olduqdan sonra hər hansısa bir əməliyyatı yerinə yetirmə icazəsini bildirir? Bu informasiya təhlükəsizliyindən gələn bir sual tipidir. Gəlin baxaq görək bu nədir belə. Deməli, biz demişdik ki, hər hansısa bir sistemə giriş 3 mərhələdən keçir. Nədir bu mərhələlər? İdentifikasiya, autentifikasiya və avtorizasiya. Əgər cümlədə deyirsə ki, subyektin sistemdə unikal, təkrarlanmayan məlumat vasitəsilə eyniləşdirilməsi və ya identifikasiyası deyirsə, bu identifikasiya tərifidir. Deməli, cümlədə nə olmalıdır? Eyniləşdirmə, unikal və ya təkrarlanmayan. Varsa, bu oldu nə? İdentifikasiya. Bəs autentifikasiya nədir? Artıq sistemə giriş elədikdən sonra, daha doğrusu bu identifikasiya vasitənizi daxil etdikdən sonra həqiqiliyin yoxlanılması prosesinə deyirlər autentifikasiya. Cümlədə ipucumuz həqiqiliyin yoxlanılması varsa autentifikasiyadır. Və deyək ki, sistemə artıq daxil oldunuz. Siz müəyyən bir prosesləri orada yerinə yetirə bilirsiniz. Yəni səlahiyyətləriniz təmin olunub. O zaman bu ipucu varsa, bu isə adlanır avtorizasiya mərhələsi. Bu necə misal çəkmək olar? Bax, deyək, getmişsiniz bankomatdan pul çəkməyə. Həmin o bankın kartı sizin identifikasiya vasitənizdir. Sizin o kartın üstəki məlumatlarınız kimdəsə təkrarlana bilərmi? Xeyr. Deməli, identifikasiya vasitəniz kartdır. Karta daxil elədiniz. Sonra nə istəyir bankomat sizdən? PIN kod. Bax, həmin o PIN kodunuz sizin autentifikasiya vasitənizdir. Həqiqilik yoxlanılır ki, həqiqətən bu kartın yiyəsi bu adamdırmı, ya yox? Həqiqilik yoxlanıldı mı? Ondan sonra artıq siz sistemə giriş edirsiniz, nə bilim, pul çəkirsiniz, kartdan çıxarış əldə edirsiniz. Nədir bu? Səlahiyyətləriniz təmin olunub, hüquqlarınız təmin olunub və hüquqlarınızdan istifadə edirsiniz. Nədir bu? Avtorizasiya. İndi gedək suala. Mənə deyir ki, sistemə daxil olandan sonra hər hansısa bir əməliyyatı yerinə yetirib. Bankomata daxil oldunuz, pul çəkdiniz. Əməliyyatı yerinə yetirə bilirsinizmi? Bəli, deməli, bu hansı mərhələdir? Avtorizasiya. 59. Cədvəldə yeni sətrin əlavə edilməsinə bağlı düzgün ardıcıllıq. Yadda saxlayırıq ki, Word-də cədvəl əlavə elədiyimiz zaman 2 dənə kontekstual tab aktivləşir. Bax, cədvəl əlavə elədim. Dizayn və layout adlı 2 dənə kontekstual tab aktivləşir. Demişəm ki, dizayn bərbəzəkdir.
Cədvələ nə bilim rəng verirəm, bəzək verirəm və ya kənar xəttlərini qalınlaşdırıram, rənglədirəm və s. Layout isə düzəndir. Cədvələ nəyisə artırıb, azaltmaq, kiçiltmək, böyümək, silmək, əlavə eləmək, nə bilim xana daxilindəki mətnin istiqamətini təyin eləmək. Bir sözlə cədvəlin düzənini təyin eləyən hər şey layoutdadır. İndi gedək sualımıza. Mənə deyir ki, yeni sətrin əlavə edilməsi. İndi mən cədvəlimə yeni bir sətr əlavə eləyirəmsə, bu dizayn olar, yoxsa layout? Sətr əlavə eləyirəmsə, deməli cədvəldə düzən dəyişəcək. O zaman bu olacaq layout tabında. Layoutdursa A və B variantları gedir. Qalıram C, D, Y arasında. İndi gəlin fikirləşək. Deyək ki, bu mənim cədvəlimdir. Aha. Deyək ki, kursorumu yerləşdirmişəm, bax bu xanaya. İndi mənə lazımdır ki, sətr əlavə edeyim. Sətr harda ola bilər? Bu xananın ya yuxarısında sətr əlavə oluna bilər, ya da bu xananın mən aşağısına sətr əlavə edə bilərəm. Yəni, sətr ya yuxarıdırsa above oluna bilər, ya da aşağıdırsa below oluna bilər. Mən də baxıram ki, mənim variantımda ancaq above var. Deməli, doğru cavab olacaq D variantı. Bəs yaxşı, sütunun əlavə olunması olsaydı necə eləyərdim? Baxıram ki, getdi. Eyb yoxdur. İndi gəlin sütuna uyğun bir şeyə baxaq. Deyək ki, bu mənim sütunumdur. Daha doğrusu cədvəlimdir. Kursoru gətirib yerləşdirdim bura. Mən sütunu hara əlavə eləyə bilərəm? Ya bunun soluna, bu tərəfinə, ya da bu xananın sağına. Sol leftdir, sağda right. Deməli, mən xananı left seçsəm, insert left seçsəm, soluna sütun əlavə olunur. Insert right seçsəm, sağına sütun əlavə olunur. Deməli, bu C ilə Y variantındakı right ilə left sütun əlavə edir. Məndən sətri soruşduğu üçün mən D variantını götürdüm. Gəlin, bu əmrlərə əyani olaraq da baxaq. Məsələn, mən kursoru yerləşdirdim bu xanaya. Bunun üstünə mən sətr əlavə etmək istəyirəmsə, baxın, layout tabının rows and columns qrupundadır. Insert above. Bura yazıram A, burada yazıram B. Bunu əyani görə bilək deyə. A-ya qoydum kursoru. Insert above eləyirəm. Baxın, özündən yuxarıya sətr əlavə olundu. Və yaxud da insert below eləyirəm. Özündən aşağıya əlavə olundu. Insert left eləyirəm. Özündən sola sütun əlavə olundu. Insert right eləyirəm. Özündən sağa əlavə olundu. Bu sizin nəzərinizdə olsun. Sonra keçirik 60-cı suala. Deyir ki, Aero interfeysinin növləri. Aero interfeysinin 4 dənə növü var. Aero Pick, Aero Shake, Aero Snap, bir də əlavə olaraq var Aero Flip funksiyası, Aero Flip funksiyası. Bu da indi burada olanlarımız nədir? 2, 4, 6 A variantı. 61. Uyğunluğu müəyyən edin. Deməli, bunu siz harda öyrənirsiniz? Excel-in sizə göndərmişəm mən funksiyalar, xətalar, PDF-i. Bax, həmin orada, burada hər bir funksiyanın kateqoriyası verilib. Məsələn, riyazi olanlar nələrdir? Bax, riyazinin içində verilib. ABC, fact, bu səhv düşüb, fact olmalıdır. Power, sonra product, sum, sum if. Bunlar riyazidir. Statistik nələrdir? Bəs average, count, counter, count blank, count if, maksimum, minimum. Bunlar statistikdir. Mətn nədir? Bəs len, left, right. Bir də var məntiqilər. If, and, or, true, false, not. Və bu tipli suallarla siz qarşılaşa bilərsiniz. Çünki bu dövlət qulluğu üçün yəni asan bir sual tipi qəbul olunur. Yəni standart bir sualdır. Deməli, average statistik funksiyadır. 1-ə C. 1-ə C-ni tapan kimi A, C, Y, B variantları gedir. Bir dənə qalır D variantı. Len mətindir. ABC-də riyazidir. Average-də ortanı tapır, len mətnin uzunluğunu tapır, yəni simvolların sayını. ABC isə modulu, yəni mütləq qiyməti verir. 1C, 2D, 3A, doğru cavab D variantı. 62. İnformasiya təhlükəsizliyi anlayışı daxil edilərkən informasiyanın ən çox yayılmış 3 xüsusiyyəti, bu da informasiya təhlükəsizliyindəndir və informasiya təhlükəsizliyi informasiyanın 3 əsas anlayışına dayanır. Nədir bunlar? Məxfilik, tamlıq və əlçatanlıq. Bu da hardadır?
Məxfilik, tamlıq, əlçatanlıq. 1, 3, 4 doğru cavab A variantı. 63. Göstərilmiş sənəd neçə səhifədən ibarət? Həmişə yadda saxlayın. Səhifə sayı bax burada sol aşağı küncdə görsənir. İndi bura page 27 of 30 yazılıb. Bu nə deməkdir? Bu o deməkdir ki, bu sənəddə 30 dənə səhifə var və kursorda hal-hazırda 27-ci səhifədədir. Məndən nəyi soruşur? Deyir, sənəddə neçə 30 dənə səhifə var. Bir də bunun belə bir yazılışı olur. Məsələn, belə bir şey yazılır. Page, məsələn, 49, page, məsələn, 27 of 30. Bu nə deməkdir? 30 burada ümumi səhifə sayını bildirir. Ümumi səhifə sayı. 27 burada kursorun olduğu səhifədir. Kursor hal-hazırda hansı səhifədə dayanıb? Kursorun dayandığı səhifə. Page kurs 49 isə bu səhifənin nömrəsini göstərir. Yəni, kursorun dayandığı bu 27-ci səhifənin nömrəsi. Nömrə harada yazılır? Səhifənin aşağısında, yuxarısında, küncündə. Burada yazıram səhifənin nömrəsi. Page numberla verilən nömrə. Sonra gəldik 64-də. Hansı düsturların sintaksində səhv var? Sintaksis nə deməkdir? Yəni, yazılışında səhv var. Birə baxaq. Deyir, product. Product nədir? Hasil. Baxıram, bunun içində diapazon verib, ədədlər verib. Məsələn, bu gedəcək, bu diapazondakı ədədləri götürür, onları vurur bir-birinə, sonra onu vurur 5-ə, onu da vurur 6-ya. Yəni, bu normal qaydada diapazonu da yaza bilərsiniz, bunun içində ədəd də yaza bilərsiniz, gedib hamısını vuracaq bir-birinə. Bu doğru yazılışdır. Məndən səhvləri soruşur. Bir doğrudursa, bir olan variantları çıxır. Daha sonra 2-yə baxıram. Deyir, if A1, Y9. If məntiqi bir funksiyadır və hökmən ifin içində gələk bir şərt olsun. Çünki bu şərt funksiyasıdır. Şərt deyəndən azı burada nəsə bir bərabərliklə böyük, kiçik, böyük bərabər, kiçik bərabər və ya nə bilim, bərabər deyil, sonra və ya and, or, not. Bunlardan ən azı heç olmasa bir şərt olmalıdır ki, mən buna əsasən, bu şərtin yerində duran əsasən mən burada bilim ki, true ilə yoxsa false ilə işləməliyəm. Bilmədiyim üçün şərt yoxdur axı. Deməli 2 səhvdir. Sonra 3-ə baxıram. Left A1, Y9. Left nədir? Simvolları soldan saxlamaq. Verdiyiniz mətndə və ya verdiyiniz xanada gedir, verilən say qədər ədədi soldan saxlayır. Soldan sayır, saxlayır. Burada diapazon verir. Bu left hardan bilsin ki, nəyin simvollarını saymalıdır? Bu bir səhvdir. İkinci səhv odur ki, leftin içində bir dənə ədəd yazılmalıdır. Yəni, bu indi hardan bilsin ki, 5 dənə mi saysın, 6 dənə mi saysın? Saymaq üçün bir dənə ədəd verilməlidir. Ona görə bunun digər bir xətası da budur. 3 səhvdir. Səhvdirsə C variantı getdi. Baxıram 4-ə. Deyir, count'a doluxanaları sayır. Gedib bu diapazonda da doluxanaları sayır. Əlavə olaraq gəlir 5-dən 6-nı da sayır. Burada bir problem yoxdur. 5-də deyir ki, average ədədi ortadır. Gedir, həm bu diapazondakı ədədləri, həm 5-i, həm də 6-nı toplayır, bölür sayını, ədədi ortanı tapır. Burada bir problem yoxdur. 6-da countif. Countif şərtə görə saymaqdır. Burada siz dırnaqda bir şərt verirsiniz. Bu da gedir, həmin şərtə uyğun gələnləri diapazonda sayır. Amma burada 2 dənə diapazon verib. Bu countif hardan bilsin ki, bunda mı saysın, yoxsa o birində mi? Bilmədiyi üçün orada bir təzadlıq yaranırdı. Tapa bilmir axı. Deməli, bu xətalıdır. Deməli, yanlışlar nə oldu? 2, 3, 6 A variantı. 65-ə baxaq. PowerPoint proqramında slaytları nümayişdən gizlətmək üçün hansı etabına müraciət olunur? Bunun 2 dənə yolunu demişəm. Əgər sualın şərtini nümayiş açar sözünü görürsünüzsə, nümayiş slide show deməkdir. Götürürsünüz slide show-nu. Ya da bunu belə də yadda saxlaya bilərsiniz ki, baxın PowerPoint-də. Slide show tabının setup qrupunda hide slide əmri var. Bax, bunun üzərinə klik eləyəndə slide gizlənir. Slaydın gizlənməsi də nə deməkdir? Nümayişdən gizlənir. Və nümayişdən gizlənən slaydın bu formada nömrəsinin üzərinə xətt çəkilir. Baxın, burada 1-in üzərindən xətt çəkilir. Bu o deməkdir ki, bu slayd gizlədilib.
Burada oldu slide-show. Keçək 66-ya. Fərdi kompüterin xarici qurğularına aid deyil. Xarici qurğuda yenə söhbət nədən gedir? Giriş qurğusu, çıxış qurğusu və bir də eyni zamanda həm giriş, həm də çıxış qurğuları. Bunlar xarici qurğulardır. Yəni bizə deyir ki, buna aid olmayan. Printer çıxış qurğusudur. Skaner giriş qurğusudur. Monitor çıxış qurğusudur. Vəssalam. Yerdə qalanlar ana plata, əməli yaddaş, prosesor və qida bloku. Bunlar xarici qurğu deyil. Yəni nə giriş, nə çıxış, nə də giriş-çıxış deyil. 2, 4, 6, 7 doğru cavab A variantı. 67 yoxdur, 68. A1 xanasında yerləşdirilmiş düstur B3 xanasına köçürün. Demişəm ki, əvvəlcə həmişə köçürülmədə dollarlara baxın. Harda dollar dəyişibsə o variantı atın. Baxıram bura, dollar B, dollar 4 var. Bu mütləq ünvandır. Baxıram ki, A variantında B4-ün əvəzinə C4 verib. Yanlışdır, getdi. Y variantında B4-ün əvəzinə C7 verib. Yanlışdır, getdi. Sonra burada dollar C var. Baxıram ki, bütün hamısında dollar C-dir. Burada bir problem yoxdur. Sonra baxıram, burada sabit ədəd var, 5 var. Bu eyni olaraq qalmalıdır. Amma D variantında 5-in əvəzinə 7 verib. Olmaz, getdi. Qaldım B ilə C-nin arasında. İndi gəlin, köçürək. Mən A1-dəyəm, gəlirəm B3-ə. A-dan B-yə gələndə sütunlar bir vahid qabağa gəlməlidir. 1 nömrəli sətirdən də 3 nömrəli sətrə gələndə sətirlər 2 vahid artmalıdır. İndi gəlin biz də bunu tətbiq eləyək. Burada 2 sabit ədəddir, buna dəymirəm. Gəlirəm, baxıram, bax bu C1 xanasına. C-nin qabağında dollar var deyə buna toxunmuram. Amma 1-in qabağında dollar yoxdur. Deməli, sətir nömrəsi olaraq 1, 2 vahid artır, olur 3. Deməli, C1 yox, C3 olmalıdır. Elə ona görə də burada B variantı gedir. Doğru cavab qalır C variantı. Sonra C10. C sütunu bir addım qabağa gəlir, olur D. 10 da sətr olaraq 2 addım artır, olur D 12. Bu olacaq C variantı. Keçdik 69-a. Deyir ki, Wi-Fi təhlükəsini artırmaq məqsədi ilə hansı tədbirlər görülməlidir? Gəlin baxaq bir daha nəzəriyə. Deməli, Wi-Fi və şəbəkə təhlükəsizliyi üçün bizim qabaqcıl təcrübələrimiz var. Nədir bunlar? Birincisi, şəbəkə adı gizliliyi. Çalışmaq lazımdır, Wi-Fi şəbəkəsinin adı gizli də olsun. 2 Wi-Fi şifrəsi. Wi-Fi-nizə güclü şifrə təyin etməlisiniz. Üçüncüsü, WPA3 protokolundan istifadə etmək lazımdır, əgər dəstəkləyirsə. Sonra MAC ünvan filtrasiyası qoşmaq lazımdır. Sonra VPN istifadəsi, təhlükəsizlik divarı, qurğu proqram təminatı yenilənməsi, sonra şəbəkə təhlükəsizlik təcrübələri metodunu biz bir istifadəçi olaraq öyrənməliyik. Onsuz da necə özümüzü qorumalıyıq. Bir də qonaq şəbəkələr. Bunlar Wi-Fi və şəbəkə təhlükəsizliyi üçün riayət olunmalı olan tədbirlərdir. Və bizə də deyir ki, bu Wi-Fi təhlükəsizliyini artırmaq üçün nə olunmalıdır? Şəbəkə adı gizliliyi olmalıydı mı? Bəli. Sonra MAC ünvan filtrasiyası var idi mı? Bəli. Sonra təhlükəsizlik divarı var idi mı? Bəli. Qonaq şəbəkələr var idi mı? Bəli. Sonra bir də WPA3 protokolu var idi. 1, 2, 4, 6, 7 A variantı. Və gəldik 70-ci suala. Fayllar üzərində icra olunan əmrlər hansılardır? Deməli, fayllar üzərində biz nə edə bilərik? Yəni, söhbət nədən gedir? Yəni, mən bir faylın kontekst menyusundan nə edə bilərəm? Bax, bu faylın kontekst menyusunda nə etmək olar? Söhbət bundan gedir. Məsələn, gəlin variantlara baxaq. A-da deyir ki, faylı köçürmək, açmaq. Bəli, OP-lə aça bilərəm. Sonra deyir köçürmək. Bəli, copy ilə faylın kopyasını yarada bilərəm. Sonra deyir adını dəyişdirmək. Bəli, faylın adını dəyişdirmək olar. Sonra silmək, bəli, faylı silmək olar. Elə variantı doğrudur. Sonra B-də deyir ki, kitabxanaya əlavə etmək. Faylı yox, qovluğu kitabxanaya əlavə etmək olar. Sonra C-də deyir antivirus proqramları ilə yoxlamaq, kəsmək, köçürmək, kitabxanaya əlavə etmək olmur. Bu qovluqda olur. Sonra D-də deyir ki, açmaq, köçürmək, adını dəyişdirmək, silmək,
Yenisini yaratmaq. Yenisini yaratmaq yox. Düzdür, faylın kontekst menüsünə new əmri var. Amma bu yenisini yaratmaq deyil. Yeni bir fayl yaratmaq üçün faylı açmaqdır. New əmri açmaq funksiyasını yerinə yetirir ki, siz bu faylı açıb üzərində yenisini yaradasınız. Məsələn, burada desəydik ki, yenisini yaratmaq üçün açmaq, onda bunu biz düz götürərdik, amma konkret olaraq yenisini yaratmaq yanlış fikirdir. Y-də deyir yenisini yaratmaq, yenə də bu səhvdir. Bir də burada birləşdirmək var, faylları birləşdirmək olmur. Ona görə Y getdi. Bu da oldu bizim 18 fevral 2024-cü il qəbulunun izahı. Əgər yenə də qaranlıq qalan bir sual varsa bildirərsiniz. Sağ olun, uğurlar.